Salam əziz şagirdlər, indi isə biz yeni bir mövzuya keçirik. Yeni mövzumuz Vətən müharibəsi adlanır və mövzunu tam araşdırmadan gəlin bəzi hadisələri yada salaq. Bildiyiniz kimi, Ermənistanın Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları ilə sürməsi, Ermənistanda yaşayan, yəni Qərbi Azərbaycanda yaşayan Azərbaycanlıların öz tarixi torpaqlarından zorla qovulması Birinci Qarabağ müharibəsinə səbəb olmuşdu və 1988-1994-cü illərdə bizim nəinki Qarabağ bölgəmiz, hətta ətrafdakı 7 rayonda işğal olunmuşdu. Və niyə işğal olunduğu səbəblər də xatırlayırsınız. Çünki həmən vaxtda Azərbaycan müharibəyə hazır deyildi. Ermənistan və onu himayə edən bir sıra güclü dövlətlər məhz onların köməyi ilə bizim Qarabağımızı və 7 rayonu işğal etmişlər. 30 il torpağımız işğal altında qaldı. İnsanlarımız öz yurt yuvasından didərgin düşdü. Belə qaçqınlar üçün çadır şəhərcikləri quruldu ölkəmizdə. Demək olar ki, bütün rayon və şəhərlərdə belə qaçqınlar üçün çadırlar fəaliyyət göstərir. Dünya isə buna, bu haqsızlığa, bu böyük ədalətsizliyə susurdu. Amma Qarabağ arzusunu, işğal olmuş torpaqlarımızın itkisi ilə bizlər heç vaxt yəni ki, razı qala bilməzdik. Bunu yaddan çıxara bilməzdik. Biz hər birimiz xəyal edirdik və eyni zamanda ümid edirdik ki, bir günlərim həmən torpaqlara dönəcəyik. Hətta işğal olunan ərazilərlə sərhəddə yeni qəsəbələr salınanda belə onu qayıdış adları verirdik. Qarabağa qayıtmaq ümidini hər gün yada salırdıq. Prezidentimiz ordumuzu gücləndirməkdə davam edirdi. Xalqımızın birliyini möhkəmləndirmək üçün çağırışlar edirdi. Biz birlikdə güclü kimi çağırışlar edirdi. Və bu zaman isə biz xəyal və ümid içərisində olan vaxtda isə erməni işğalçıları isə onlar Şuşada and içmə mərasimi keçirirdilər. Onlar and içmə mərasimi keçirir, özlərinə prezident seçirdilər, qondarma rejim üçün parlament binası inşa edirdilər və bütün bunlara dünya susur. Dünya susur, işğal olmuş torpaqlarımızı bizə belə gözdağı verməyə çalışırdı mənfur ermənilər. Və təbii ki, erməni təxribatları isə sərhəddə davam edirdi. Belə təxribatlardan biri də 2020-ci ilin yayında oldu. Tovuzda. Bilirsiniz, Tovuz ərazisindən məhz Azərbaycanın əsas tranzit neft kəmərləri, qaz kəmərləri buradan keçir. Ermənilər buranı ələ keçirməklə bizə zərbə vurmağa çalışırlar. Məhz bu istiqamətdə gedən Tovuz döyüşlərində Azərbaycan ordusu erməniləri susturdu. Amma təəssüflər olsun ki, Tovuz döyüşlərində də biz şəhidlər verdik və şəhid olanlar arasında əskərlərin sevimlisi General Polad Həşimov da var idi. Allah ona rəhmət eləsin. Tovuz döyüşləri artıq xalqımızın səbr kasasını doldurdu. Artıq hər kəs Qarabağı qaytarmaq üçün hərəkətə keçmək istəyirdi. Hamı prezidentin əmrini gözləyirdi. Və belə bir əmr gəldi. Elə həmən ildə, bir neçə ay sonra. Belə ki, gəlin əvvəlcə tarixə 2-ci Qarabağ müharibəsi, Vətən müharibəsi, yaxud 44 günlük müharibə kimi düşən bu hadisənin səbəblərinə baxaq. Dinc əhalinin atəşə tutulması, bütün 94-cü ildən atəşkəs bağlandığı andan 2020-ci ilə kimi bu ara sıra tez-tez baş verir. Siz yadınızda elə aprel döyüşləri, Tovuz döyüşləri, Mübariz İbrahimov hadisəsi, Ermənistan ordusunun hücumları, beynəlxalq hüququn pozurdular, beynəlxalq qurumlar isə buna baxmırdılar. BMT qətnamələrini Ermənistan nəzərə almır. Sülh danışıqlarını bilərəkdən uzadırdı. Və təbii ki, Azərbaycan artıq buna dözə bilməzdi. Və 2020-ci ilin sentyabrında Ermənistan Azərbaycana qarşı növbəti təxribatlar törədir. Məhz bu təxribatlara qarşı 27 sentyabr 2020-ci ildə Ali Baş Komandan Prezident İlham Əliyevin əmri ilə rəşadətli ordumuz bütün cəbhə boyu geniş əks hücumlara başlayır. Qısa müddətdə ordumuz düşmənin 30 il ərzində hazırladığı, möhkəmliyi və keçilməzliyi ilə öyündüyü müdafiə xəttini yardı. Dağlarda qurduğu yeraltı istehkamları
darmadağın etdi. Yeri gəlmişkən istehkam düşməndən qorumaq məqsədi ilə düzəldilən müdafiə tikirləridir. Səngərdir, səddir, əl şahidlər. İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusu sözsüz ki, yaxşı hazırlaşmışdı. Bilirsiniz, biz torpaqlarımız işğal olmuşdu və əvvəlki dərslərdən də Müzəffər Ali Baş Komandan İlham Əliyev ordumuzu silahlandırır, yeni silahlar alırdı və hətta ilk dəfə aprel döyüşlərində istifadə etdiyimiz pualar bu müharibədə daha geniş şəkildə istifadə olundu. Və hazırda kadrlarda pualardan atılan zərbələri görürsünüz. Və məhz bu puanlar vasitəsilə hücuma keçən Azərbaycan ordusu Qarabağ səmasına üstünlüyü ələ aldı. Düşmənin bütün hava hücumundan müdafiə sistemləri məhz pualar vasitəsilə məhv edildi. 44 günlük müharibə dövründə qardaş Türkiyədən alınan Bayraktar dronları düşmənin qorxunc rüyasına çevrilmişdi. Xatırlayırsınızsa, aprel döyüşlərində də İsrail istehsalı olan Harplardan geniş istifadə etmişdik. Onu da qeyd edim ki, bu iki dövlətdən alınan dronlardan başqa Azərbaycan hərb sənayesində özümüzün istehsal etdiyimiz də dronlar var. Elə onlardan ən məşhurlarından biri 2-ci Qarabağ müharibəsində istifadə olunan iti qovan puaları idi. Quru döyüşlərində də düşmən Müzəffər ordumuzun ardıcıl zərbələri altında aciz duruma düşür. Dəmir yumruq 2-ci Qarabağ müharibəsini, yəni 44 günlük müharibə dəmir yumruq əməliyyatı ilə həyata keçirmişlər şahidlər. Hərbi əməliyyatların ilk günlərində Talış kəndi və Suqovuşan qəsəbəsi azad edildi. Kəlbəzərdə hündürlüyü 3000 metrə çatan Murov yüksəkliyi geri alınır. Artıq Azərbaycan ordusu bütün istiqamətlərdə əks hücuma keçmişdi. Füzuli istiqamətində düşmənə ağır zərbələr endirdik. Horadiz istiqamətində əks hücuma keçən deməli, hərbi birləşmələrimizi mühasirəyə almaqla cəhd edən erməni silahlı birləşmələri tamamilə məhv edildi. Xeyli sayda düşmən texnikası, tanklar, toplar, avtomobillər düşməndən qənimət kimi götürüldü. Bəli, Bakıda, Qənimətlər Parkında onları görmək mümkündür. Bir-birinin ardınca isə rayonlarımız, yəni işğal altında olan rayonlarımız, xəritədə də diqqətlə baxın, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri və ətraf kəndlər düşməndən təmizlənir. Xəritəyə diqqətlə baxın, işğal olunmuş rayonların ərazisini bilin, onları yadda saxlamağa çalışın. Şuşa, sən azadsan. Təbii ki, Qarabağın gözü, Qarabağın ürəyi Şuşanı azad etmədən bu müharibəni bitirmək doğru olmazdı. Düşmənin Qarabağda əlverişli mövqelərə, strateji yüksəkliklərə hakim olmasına, güclü yeraltı, yerüstü istehkamlar qurmasına baxmayaraq, məğlub edilməz saydıqları Ermənistan ordusu döyüş meydanında canlı qüvvə və texnika baxımından ağır itkilərə məruz qalaraq aciz duruma düşdü. 2020-ci ilin noyabrın 8-də Azərbaycan televiziyası vasitəsilə Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək bugün Şuşa şəhəri düşmən işğalından azad edilmişdir. Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır deməsi ölkədə böyük bayram əhval-ruhiyyəsinə səbəb oldu. Şuşa əməliyyatı Azərbaycan əskərinin möhtəşəm əsəridir. Bu əməliyyat dünya hərb tarixinin döyüş nümunəsinə çevrildi. Əziz şahidlər, məhz bu müharibədə də belədir ki, aprel döyüşlərində olduğu kimi xüsusilə seçilən ordu hissələrimizdən biri xüsusi təyinatlı qüvvələrimizi. Təsəvvür edin, xüsusi təyinatlı qüvvələr Şuşa şəhərini, yəni Pənahəli xanın yadigarını heç bir texnika və ağır silahlardan istifadə etmədən əlbəyağa döyüşlə azad etmişdir. Bu, 21-ci əsrdə belə bir müharibənin aparılması həqiqətən də fəxr edicidir və bunun Azərbaycan döyüşlərin aparılması isə artıq dünyada sayılıb seçilən bir orduya malik olduğumuzun bir sübutudur. Düşmən təslim olur. Təbii ki, Şuşa işğal edildikdən sonra ermənilər, yəni Qarabağımız ürəyi Şuşanın azad edilməsi ilə son ümidlərini itirdilər. Və işğalçı Ermənistan dövləti Azərbaycan Respublikası Ali Baş Komandanın təkliflərini qəbul edərək təslim oldu.
Noyabrın 9-dan 10-na keçən gecə 3 tərəfli Rusiya, Azərbaycan, Ermənistan bəyanatı imzalandı. Bax, gördüyünüz kimi, 1-ci Qarabağ müharibəsində də Rusiya vasitəsilə 1994-də başa çatdı. Məsələn, aprel döyüşlərində də yenə Rusiya vasitəsi olmuşdu. İndi 2-ci Qarabağ müharibəsində Rusiya vasitəsi oldu. Bu, sizə düşən suallara görə tapmaq üçün lazım olan bir informasiyadır. Deməli, həmən 3 tərəfli bəyanatlar 3 rayonumuz Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan Azərbaycana qaytarıldı. Bir güllə atılmadan xəritədə onların yerini yadda saxlayın. Təbii ki, böyük bir qələbə oldu. 27 sentyabrdan noyabrın 10-na dək davam edən Vətən müharibəsi Azərbaycan xalqının böyük qələbəsi ilə başa çatdı. 44 günlük döyüş əməliyyatları dövründə xalq Ali Baş Komandan ordu birliyi düşməni lərzəyə saldı. Ali Baş Komandan xalqına arxalanaraq bütün müharibə boyunca qətiyyət nümayiş etdirdi. O, xarici təzyiqlərə sinə gələrək hər məqamda Azərbaycanın haqlı mövqeyini dünyaya bəyan etdi. Qardaş Türkiyə də Azərbaycana mənəvi dayaq olaraq qələbəmizdə mühüm rol oynadı. Əziz şagirdlər, həqiqətən də belə bir zəfər tariximizi öyrənmək qürur vericidir. Qarabağ Azərbaycandır. Növbəti dərslərimizə görüşənərək sağ olun.